Salam yoldaşlar, mən Elməddin Ağayev. Bugün sizlərlə məlumatların təsvirinə baxırıq. 5-ci siniflərə özəl. Şagirdlər, bizə müxtəlif məlumatları biz baxarkən cədvəldən də ala bilirik, sütunlu diaqramdan da ala bilirik, dairəvi diaqramdan da, xətti diaqramdan da, piktoqramdan da. İndi gəlin bunların nə olduğunu araşdıraq. Fərz eləyək ki, tutaq ki, siniflər üzrə. Məsələn, verib 5-ci sinif, 6-cı sinif, 7-ci sinif. Şagird sayı verib. Məsələn, 5A-da, 5B-də, 5C-də, 5D-də. Məsələn, 5A-da var 30 nəfər, 23 nəfər, 25 nəfər, 27 nəfər, 40 nəfər, 42 nəfər, məsələn, 35 nəfər, 50 nəfər, 70, 60, 55, 80. Bax, bunlar hər biri, 5A-da 30 nəfər, 5B-də 23 nəfər, 5C-də 25 nəfər, 5D-də 27 nəfər. Bunların hər birini cədvəl üzrə biz qura bilərik. Sonra sütunlu diaqrama keçsək, sütunlu diaqram daha əlverişli üsullardan biridir. Niyə? Çünki biz baxarkən artıq bunun məsələn 30 olduğunu biliriksə, bu yaşıl rəngdə olan ifadə bundan aşağıdırsa, deməli bu 30-dan kiçikdir. Yəni məsələn 27-dir. Bu 30-dan yuxarıdırsa, deməli bu 35 filandır. Bu da 30'a bərabər göstərilir hardasa. Bunun da özü 30 olmuş olacaq. Dairəvi diaqrama əsasən hissə bir də faizlər verilir. Məsələn, 5A sinifində məsələn deyək, ümumi 5-ci siniflərin 30% 5A qrupunda oturur dərsdə. 40% burada, 20% burada, məsələn 10% də burada oturmuş olur. Toplamı nə qədər edir? 70, 80, o da 100. Tamam. Xətti diaqramla. İndi bunlara aid sonra hissə məsələlərində dairəvi diaqramla işləmək daha məsləhətlidir. Xətti diaqram. Xətti diaqram nədir? Bax, bu da eynən sütunlu diaqram kimi. Məsələn, burada günlər ərzində kəmiyyətin zamandan asılı olaraq dəyişməsidir. Məsələn, günlərə görə dəyişməsidir. Məsələn, bu hissədə nə olub? Bax, belə bil ki, başlayıb, gəlib birinci gün düşüb minimala, sonra qalxıb maksimal olub, sonra düşüb yenə minimum, sonra qalxıb maksimal olub. Yəni, bu artıq günlərə görə dəyişməsi. Məsələn, bu birinci gündür, bu ikinci gündür, bu üçüncü gündür, məsələn, bu dördüncü gündür. Bu formada olmuş olacaq. Piktoqram isə müəyyən, bax, buradakı bir adamlar var. Burada müəyyən şəkillərdə olan insanlar, hərəsi bir qiyməti var. Məsələn, deyirəm ki, bir sinifdə 5 dənə, bu insan şəkli 5-i bildirir. 2 dənə varsa, deməli bu sinifdə 10 dənə şagird var. Bu, məsələn, 6-nı bildirirsə biri, 4 dənə var bundan, 4 6-nı 24 eləyir. Bundan 10 dənədirsə, 3 dənə varsa, 3 vurulsun 10, 30 dənə şagird var. Yəni, bax, bu piktoqramla da biz kəmiyyətləri simvollarla təsvir edə bilirik. Gəlin indi artıq dostlar çalışmaya baxaq. Deyir, Samirin həftənin 7 günü ərzində qət etdiyi məsafə müxtəlif üsulla təyin olunub. Suallara cavab verin. Tamamdır. Deməli, qət edilən məsafə diaqramla, xətti, deməli sütunlu, bir də cədvəllə verilib. Aha. İndi gəlin görək bizdən nə istəyir. Bu bir hissədədir. Ben nümunəni artıq veribdim. Nümunəni o sizə verdiyi üçün artıq siz bunu vurup baxıb nümunə kimi götürəcəksiniz. Amma mən istəyirəm beyni izah edim sizə. Hansı təsvir həftə ərzində qət edilən məsafəni hesablamaq üçün daha əlverişlidir. Bax, yoldaşlar, həftə ərzində qət edilən məsafəni, bax, bu əlverişli ola bilməz. Bax, hissələrlə, faizlə verilən daha əlverişli ola bilməz. Cədvəl üzrə də, məsələn, bax, cədvəl üzrə bizim daha rahat bunu hesablaya bilərik. Yəni, yenə dediyim kimi, bir var, buradan oturup baxasınız, birinci gün neçə olub? 6, ikinci gün, məsələn, 10, üçüncü gün filan qədər, dördüncü gün bu vaxt alır biraz. Eyni ilə bu da eyni formada cədvəl üzrə gərək bunlara baxasan. Amma cədvələ bax, rahat həftələrin hamısını verib, həftənin günlərini verib. Həftənin günlərini verdiyin üçün sən bunları toplayarsan, sadəcə bir dənə əməl yerinə yetirsən, toplama. Toplamanı yerinə yetirəndən sonra avtomatik biləcəksən ki, hansı daha əlverişlidir. Deməli, bu olur cədvəl üsulu. Deməli, biz bu cavabını tapdıq, cədvəl. Sonra keçdik yoldaşlar, növbəti C-yə. Hansı təsvirdə hər gün qət edilən məsafənin, ümumi məsafənin hansı hissəsini təşkil etdiyini müəyyən etmək daha əlverişlidir.
Hissə anlayışı varsa, yoldaşlar, bu dəqiq şəkildə siz bilməlisiniz ki, hissədən biz hissəni, faizi bayaq dedik ki, yuxarıda onları izah edəndə biz bunu dairəvi diaqramdan eləyə bilərik. Məsələn, hissəyə görə verilib, baxıram buradan ən böyük hissə hansıdır? 41-də 8 məsələn. Amma bura bax, bunlarda onu çıxartmaq üçün biz gərək nə qədər çabalayaq ki, səy göstərək ki, onu tapaq. Düzdürmü? Ona görə bunun da cavabını tapdıq. D variantı. Hansı təsvir günlər üzrə qət edilən məsafəni müqayisə etmək daha əlverişlidir? Günlər üzrə. Günlər üzrə deməli biz nə etməliydik? Bax, günlər üzrə. Həftənin günlərini verib, günlər üzrə dəyişmə də bu günlər üzrə də bunu həftənin günlərini verib qət edilən məsafə. Bunun adı nə idi? Sütunlu idi. Deməli, sütunlu günlər üzrə bizə daha yaxşı deməli nə edəcək? Cavabın tapılmasına kömək eləyəcək. Deməli, bunun da cavabı artıq oldu. Deməli, sütunlu. Sütunlu, cədvəl. Bax, hər birini tapdım. Sütunlu, bu cədvəl. Bunun da cavabı oldu dairəvi. Dairəvi diaqram. İndi keçdik. İkinci sual. Deyir, sualları cavablandırın. Məlumatların təsvir forması əlverişlidirmi? Fikrinizdə uşaqları oxuduqları səhifə görə azdan çoxa olmaqla necə sıralamağa? Bəli, daha əlverişlidir bu. Məsələn, baxan kimi görürsən ki, ən çox olan deməli çox oxuyub Lalədir, sonra Aynurdur, sonra Elxandır, sonra Samirdir. Və 5 saniyə vaxtımızı almadı. Ona görə bu daha əlverişlidir. Sonra deyir ki, yəni uşaqlar oxuduğu səhifəsini azdan çoxa necə sıralamaq olar? Bax, ən çox Lalə yazırsınız. Bax belə sıralayırsınız. Yazırsınız çoxdan aza. Bax, çoxdan böyükdən kiçiyə belə də yaza bilərsiniz. Böyükdən kiçiyə. Böyükdən kiçik. Kiçiyə doğru yazırsan Lalə, ən çoxdur. Sonra Aynur, sonra Elxan, sonra da Samir. Sonra deyir, yaz və yay fəslini sevənlər birlikdə sorğuda iştirak edənlərin hansı hissəsini təşkil edir? Yaz və yay fəslini sevənlər birlikdə sorğuda iştirak edənlərin hansı hissəsini təşkil edir? Şagirdlər, ümuminin 5də 1-i budur, 5də 2-si budur, 20də 3-ü budur, 4də 1-i budur. Biz nə edərik? Baxın, bu 5-dir, 4-ü, 20. Hamısının məxrəcinə baxıram, 5, 5, 4, 20-yə gəlir. Bax, bunu 20-yə gətirmək üçün nəyə vurmaq lazım? 4-ə, burada 4-ə vurulur. Olur 20-də 4. Bunu 4də 1-i 20-yə gətirmək üçün 5-ə vururuq. Bunu da 5-ə. Olur 20-də 5. Sonra bu 5'te 2'nin de her tərəfin 4'ə vuranda eləyəcək 20'də 8. İndi diqqətlə baxın. Bax 20'də 8 üzərinə gəlsin 20'də 4. Bizə deyirdi ki, yaz və yay fəslini sevənlər sorğuda iştirakçıların hansı hissəsini təşkil edir? Bunlar deməli yazı da istəyirdi, yay da istəyirdi. Bunların toplamı eləyəcək 20'də 12. İndi ixtisar apararsınız, aparmazsınız 20'də 12 yazarsınız. Aparsınız zaman 2'ye ixtisar aparsınız, qalacaq 10'da 6. Sonra bir dənə də 2'ye ixtisar aparsınız, hissə ixtisarda ya birbaşa 4'ü də apara bilərdiniz. Burada 3 qalır, burada 5 qalır. Deməli 5'də 3 hissəsin olmuş olacaq. Yine bunu buradan da görə bilərsiniz, daha qısa variantda. 5'də 2 bir hissə bura, 5'də 2 hissə bura. Bunların toplamı elə bizə yenə 5'də 3'ü verəcək. Deyir, hər şəhərin əhalisi neçə nəfərdir? A şəhərində bir dənə adam, bu piktoqramdır. Piktoqramda hər adam 500 min nəfərdir. Bu adam 500 min nəfər, bu da 500 min nəfər göstərir, bu da. Burada 4 dənə 500 min var. 500 min. Ona görə bu da olacaq. 4 5'in 20. Sonunda da 2 4 5 dənə 0. 5 dənə 0. 2 4 5 dənə. Tamam. Oldu. Deməli 2 milyon əhalisi var imiş. 2 milyon. Bunu belə də yazar bilərik. Yəni bunu silək. Bərabərdir 2 milyon. Yəni milyon. Eyni ilə 2 nəfər varsa, hərəsi 500 min nəfəri ifadə edirsə, deməli bu olur 1 milyon.
Yani bunu da biz bir mılını yaza bilərik. Bu 3 nəfərdir. Hərəsi 500 min nəfəri bildirir. Ona görə 500 minə vururam. Bu olur 15. Sonra arxasında deməli 2, 4, 5 dənə 0. Bu da göstərir 1 milyon 500. 1 milyon 500 min. 500 min. Yazırıq sözlə ifadə edirik, gedir. Sonra keçirik üçüncüyə. Deyir, eyni məlumat iki üsulla təsvir edilmişdir. Eyni məlumat iki üsulla. Hər hansı təsvir forması suala cavab vermək üçün daha əlverişlidir. Fikrinizi əsaslandırın. Deməli, deyir, əlverişliliyin əsaslandırın deyir də bizə. Bax, deyir ki, şəhərdə nəqliyyat növləri ümumi nəqliyyatın hansı hissəsini təşkil edir? Nəqliyyat növləri, yəni bizə nəqliyyat növlərindən taksini istəsə, deyək ki, bu taksini istəyir. Taksi ümuminin neçə faizidir? Məsələn, 4%. Və yaxud avtobus istəsə, avtobus ümumi nəqliyyatın 42%-dir. Sonra şəxsi avtomobil istəsə, şəxsi avtomobil 20%-dir. Bunu faizə çevirəməyəsə, hansı hissəni, hissə istəyəndə, şagirdlər, cədvəl çox əlverişli deyil. Siz gərək bunları toplayasınız. Nə bilim, bunları topladınız. Sonra taksi 4000'dir. Böləsiz ümumi cəmə, vurasınız. Sonra bunu hissəyə çevirəsiniz. Sonra hissəyə çevirəndən sonra faizə çevirəsiniz. Gör nə qədər vaxtımız gedir. Amma elə birbaşa adam sənə verib də. Yəni veribsə deməli hansı daha əlverişlidir. O zaman bu əlverişli olmuş olacaq. Keçdik B-yə. Deyir, zooparka gələn ziyarətçilərin sayını həftənin günlərinə görə çoxdan aza sıralayın və sıralamada cümə günü neçənci olar? Deməli, bax, günlərə görə çoxdan aza sıralayın və cümə günü sıralamada neçənci olacaq? Bax, uşaqlar, zooparka gələn ziyarətçilərin sayını, bax, böyüklüyün buna görə təyin edirsiniz. Bax, böyüklüyün. Məsələn, deyək ki, ən çox nə gəlib? Ən çox hansı gün gəliblər? Bazar günü. Yazırsam bazar. Deməli, ziyarətçinin sayının həftənin günlərə görə çoxdan aza sıralanır. Deməli, bu say istəmir ki məndən. Burada say istəmir. Məndən nə istəyir? Çoxdan aza doğru sıralar. Görürəm, bax, 300 nəfər. Həqiqətən də bazarda 300 nəfər. Sonra 250 nəfər, bax, şənbə günü. Sonra cümə axşamı, sonra cümə, sonra çərşənbə axşamı, sonra çərşənbə, ən son bazar. Yəni bu sıralama ilə yazırıq. Bazar, sonra şənbə. Şənbədən sonra gəlirdi, bax, cümə axşamı. Cümə axşamı, bax, 1 budur, 2 budur, 3 budur. Bunları heç sıralamadan da belə sıralaya bilərsiniz, heç bunu bildinizdə artıq gedişatı bilirsiniz. Amma sıralamadan da neyinirsiniz? Bax, mən sizə bir dənə qəşəng yol öyrədim. Bax, deyir ki, başlayırıq nömrələməyə. Bax, birinci sırada bu olacaq. Bax, birinci bu olacaq, ikinci bu, üçüncü bu, 4 bu, 5 bu, 6 bu, 7 bu. Çoxdan aza doğru deyir də, çoxdan aza doğru sıralama belə olur. İndi mənə nə deyir də, hansı gün istəyir? Deyir, sıralamada cümə günü. Cümə günü 4-cüymüş. Bax, qutardı, getdi. Cavabı yazısınız 4, bitdi, getdi. Sonra usta deyir, əlinin qazancı hansı ayda əvvəlki ayla müqayisədə daha çox artmışdır? Artım məsələsini da gedib dairəvi diaqramda aylar üzrə baxmırsınız. Elə bax, xətti diaqrama baxan kimi avtomatik görür. Hansı ayda əvvəlki aya müqayisədə daha çox artmışdır? Məsələn, əvvəlki aya nisbətən artımlara baxacaqsınız. Bax, burada. Bax, görürəm ki, yanvar, fevralda artım nə qədər olub? Bax, məsələn, 600 idi, artıb olub 1000 manat. 1000. Deməli, 400 nə qədər olub? Artıb. Burada sabit qalıb. Burada 200 artıb. Sonra burada azalıb. Burada da 800'dür. 800'ün də üzəri, deməli, bu da 1200'dür. Deməli, nə qədər olacaq? 400 artım da burada baş verir. Bax, 400 artım baş verir. Burada da 400 artım baş verir. Deməli, bu maydan, daha doğrusu iyuna qədər 200 artım baş verir. Bax, iyuna qədər 200.
Amma iyundan da iyula nisbətən 200 ən çox artım yanvardan har olub, fevrala olmuş olur. Bunu da biz nə ilə diaqramla tapdıq. Sonra dördüncüyə baxaq. Deyir, suala cavab vermək üçün məlumat təsvir olunma əlverişlidir. Soruşulan məlumatı daha əlverişli olsa necə təsvir etmək olar? Deyir, dərnəyələrə cəmi 200 şagird yazılıbsa, hər dərnəyə neçə şagird yazılıb? Bax, cəmi 200 şagird gedibsə, 15% musiqidir. 200-ün 15%-ni taparam. Bax, bunlar gedir, qalır 30. Deməli, bura 30 nəfər. 30% bax, bunun 2 qatıdır deyənə, bura 60 yazırsan. Bax, 15-in 2 qatı 30 deyənə 60 yazırsan. Sonra 200'in 20%'ini tapaq. Bax, 200'ün 20% nətər? Tabii 20'yə 100'ə bölürük. Bunlar gedir 40. Deməli, bura 40 nəfər. 30, 60, 40. Toplam 130. 200 olması üçün sistemada qalır 70 nəfərdə. Qutardı, getdi. Sonra da deyir ki, hər uşağın topladığı meyvə yığılan ümumi meyvənin hansı hissəsini təşkil edir? Hər uşağın topladığı meyvə ümumi yığılan meyvənin hansı hissəsini təşkil edir? Bax, bunu da hissəyə çevirmək üçün nə edirsiniz? Baxın şagirdlər, 4 dənə hissəyə bölürsünüz bunu. 4 dənə hissəyə böləndə, məsələn, bax, tutaq ki, Samirin yığdığı. Samir yığıb 8 dənə. Ümumi nə qədərdir? Bax, 8 burada. 4 burada, 10 burada, 18, 22, o da 8, 30. Deməli, bir dəqiqə, 8, bu da 4, tamam, 12, bu da 10, 22, bu da 8, 30. 30'da 8. İndi bizə deyir ki, hansı hissəsini təşkil edir? Bax, deməli, Samir 30'da 8, buraya yazıram 30'da 8. Lalə 30'da 4, Elxan 30'da 10, Səbinə 30'da yenə 8 olmuş olacaq. Bax, 30'da 8. İndi bu adam mənə deyir ki, hansı hissəsini, ümumi meyvənin hansı hissəsini təşkil edir? Və onların hamısını bundan göstərdim. Oldu uşaqlar, növbəti dərs görüşərik. Özünüzdən müğayət olun.